Corabın içinə niyə soda qoyurlar? Bu müalicə üsulunu heç eşitmisinizmi? Sən demə sodalı corabla yatmaq birbaşa ayaq dərisinə və topuğa təsir eləyir. Ayağa qan axını sürətləndiyi üçün bəzi xəstəliklər məhz sodalı corab geyindiyimiz zaman sağalırmış. Bəs bu müalicə üsulu necə aparılır? Hansı xəstəlikləri sağaldır? Videomuza sona kimi baxsanız ətraflı məlumat verəcəm. Siz də elə indi bu videonu yaxınlarınıza göndərərək onların sağlamlığını qoruyun. Dəyərli izləyicilərimiz, bu cür videolarımızın YouTube'da çox baxılması məhz sizin əlinizdədir. Elə indi aşağıda yerləşən bəyən düyməsinə basıb şərh bölməsində fikirlərinizi yazsanız, videomuz YouTube'da daha çox insanın qarşısına çıxacaq. Hamımız bilirik ki, ayaqlarda akupunktur ustalarının bütün orqanların və sistemlərin sağlamlığını yaxşılaşdırmaq üçün istifadə etdiyi refleks nöqtələri var. Sodalı corab geyindiyimiz zaman ayaqlarımız bir növ mikromasaj edilir. Ayaqlarımızdakı qan dövranı yaxşılaşır. Sodalı corab geyindikdən biraz sonra ayaqlarda qıcıqlanma, iynə batırılma kimi hisslər olursa, sevinməyə dəyər. Demək, ayaqlarda qan axını sürətlənir. Sodanın ayaqlara tətbiq etdiyi mikromasaj sayəsində immunitet sistemi aktivləşir. Yəni başlayan soyuq dəymənin və ya burun axıntısının öhdəsindən asanlıqla gəlinir. Sodalı corablar bədəni toksinlərdən təmizləmək və allergik reaksiyaları aradan qaldırmaq üçün ideal vasitədir. Qələvi detoksikasiyaya hər orqanizmin ehtiyacı var. Əksər hallarda bu soda vannası və ya sodalı su içməklə həyata keçirilir. Lakin soda corabları bu mənada ən asan üsuldur. Sodalı corabları istənilən vaxt istifadə etmək mümkündür. Gündüz, gecə, yəni fərq etmir. Lakin sodalı corabı geyinərək yatmağın üstünlüyü ondan ibarətdir ki, biz yatarkən soda bədəndən zəhərli maddələri çıxarmaq üçün intensiv olaraq işləyir. Bəli, qələvi detoksikasiya üçün bahalı dərmanlara ehtiyac yoxdur. Üsulun yeganə mənfi cəhəti isə odur ki, soda corab ilmələrinin arasından evə və ya yatağa tökülə bilir. Bəs sodalı corabdan nə vaxt istifadə etməliyik? Soyuq dəymədən, burun axıntısından, yüksək temperaturdan xilas olmağa kömək eləyir. Ayaq və dırnaq göbələklərini müalicə eləyir. Donmadan sonra dərini bərpa eləyir. Varikoz damarlarının simptomlarını azaldır. Nevroz və stressdən xilas eləyir. İnfarkt və insult riskini azaldır. İmmuniteti artırır. Ayaqlardakı, ümumiyyətlə orqanizmdəki yorğunluğu aradan qaldırır. Axşamdan qalma vəziyyətə köməklik göstərir. Qida zəhərlənməsi zamanı orqanizmi təmizləyir. Bəs sodalı corablar necə hazırlanır? 2 cüt yun və ya pambıq corab götürün. Proseduru gecə yatmazdan əvvəl edəcəksizdə salafana və ya məhrabaya da ehtiyac olacaq. 36 və ya 37 dərəcə temperatura malik suya soda tökün. Sonra sodalı corabları hazırlayın. Sodalı corabları hazırlamağın 2 üsulu var. 1. Corabları sodalı suda isladın, sonra azacıq sıxın və geyinin. Üstündən salafan, ardınca da məhrabı ilə ayağınızı sarıyın və yatın. 2. Corabları sodalı suda isladın. Bu dəfə bərk sıxın, geyinin. Üstündən nisbətən böyük ölçüdə olan corablar geyinin. Yatarkən ayağınızı yorğanla, yaxud da ki adyalla möhkəmcə örtün. Bu ayağınıza soyuq olmasının qarşısını alacaq. Sodalı corab geyinmək istəmirsinizsə, sodalı suya batırılmış cuna ilə ayağınızı sarıya bilərsiniz. Varikoz damarlar üçün istifadə edilən sodalı corabların boğazı uzun olsa daha yaxşı olar. Lakin burada bir məqam var. Varikoz varsa corabları ilıq suda isladın. İsti su damarların daha da genişlənməsinə səbəb olur. Sodalı corabların istifadə müddəti problemdən asılıdır. Soyuq dəymə zamanı bir həftə ərzində günaşırı olaraq sodalı corab geyinmək yetərlidir. Göbələk infeksiyaları daha uzun müddətli prosedur tələb eləyir. Bir ay ərzində günaşırı sodalı corab geyinin. Sonra bir həftə fasilə verin. Təkrar bir ay sonra yenə də bu prosesi davam etdirin. Ayaqlarınızdakı göbələk yoxa çıxacaq. Yorğunluğu aradan qaldırmaq və ya stressdən qurtulmaq, özünü yaxşı hiss etmək üçün yalnız bir dəfə sodalı corab geyinmək kifayətdir. Stress uzanırsa və ya həddindən artıq gərginlik yığılıbsa, həftədə 2-3 dəfə bu proseduru təkrar eləyə bilərsiniz. Bədəni detoksikasiya etmək üçün isə bir həftə sodalı corab geyinmək kifayət eləyir. İndi də keçək sodalı corabın əks göstərişlərinə. Sodalı corabın əks təsiri yoxdur. Hamilələr, hətta yaşlılar belə sodalı corabları ürəklə geyinə bilərlər. Yalnız sodaya qarşı fərdi həssaslığı olan insanlar sodalı corab geyinməkdən ehtiyat etməlidirlər. Bədəndə qələvilik normadan çoxdursa, sodalı corablar qıcıqlanma və qaşınmaya səbəb olur. Əgər bu simptomları yaşadınızsa, sodalı suya bir neçə damcı alma sirkəsi əlavə eləyə bilərsiniz.
Sodalı corablar ayaqların gözəlliyi üçün də vacibdir. Pedikür edilmiş ayaqlara geyinilən sodalı corablar ölü dəri hüceyrələrinin təmizlənməsini təmin edir. Ayaqlardakı problemli nahələri soda ilə ovxalamaq da faydalıdır. Sodalı corabları gün ərzində geyinəcəksinizsə 3 saat ayaqlarınızın bu corablarda qalması kifayət eləyir. Gecəni sodalı corabla yatmağın faydası isə daha çoxdur. Ayaq dərisinin sağlamlığı və təmizliyi üçün 5 gün ard-arda sodalı corab geyinmək kifayətdir. Bəzi hallarda bu prosedur 10 gündə çəkə bilər. Bütün hallarda çalışın ki, sağlam olasınız. Belə dəyərli izləyicilərimiz, əminəm ki, sizin üçün çox faydalı bir video oldu. Bu cür videolarımızın davamını görmək istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bizi həmçinin Facebook və TikTok hesablarımızdan da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayət edir. Növbəti videolarımızda görüşənədək. Hələlik.